Salam əziz 9-cu sinif şagirdləri və 9-cu siniflərdə hazırlıq, məktəb dərslərini tədris edən müəllimlər. İndi isə başlayırıq 9-cu sinifin izahına. Deməli, baxırıq birinci testimizə. Birinci testimizdə nə istəyir bizdən? İkincidə nə istəyir və baxaq ki, bu dinləmə testidir. Dinləmə testində nə edirik? Biz cavabı dinləmədə axtarırıq deyə əvvəlcə nəyə baxmalıyıq? Suallara baxmalıyıq. Baxaq indi suallara. Deməli, why must people keep the ocean clean? Niyə okeanları təmiz saxlamalıdır insanlar? İkinci sualımız belədir ki, pasaj nədən ibarətdir? Üçüncü sualımız belədir ki, why are oceans important for people? İnsanlar üçün niyə önəmlidir? Okeanlar. Yəni, gördüyünüz kimi hər yerdə okeanlardan danışır. Ona görə, deməli, bizim əsas ideyamız nədir? Okeanlardır. Gəlirik əsas ideyaya. Animals that live in the ocean. Səhvdir. Çünki heyvanlardan görürsünüzmü? Heç söhbət eləmədilər. Eləsələr də az. Warm places near the poles. Qütblərin yaxınlığındakı isti yerlər. Səhvdir. Visiting beaches. Deməli, çimərlikləri ziyarət etmək, baş çəkmək. The surface of the earth, yerin deməli səthi deyil. The ocean and its importance, okean və onun əhəmiyyəti doğru cavabdır. Deməli, ikidə cavabımız Y variantıdır. Çünki bayaqdan görürsünüzmü, okeandan danışır. Niyə təmiz saxlamalıyıq? Niyə bizim üçün önəmlidir və s. Başlıqlardan gördük ki, deməli, əsas ideya nədir? Budur. Deməli, əsas ideya odur ki, okeanlar və onların əhəmiyyəti. İndi keçirik 4-cü suala. Demişəm, birinci 4-dən başlayın. Çünki 4-cü sual digər suallar haqqında biraz da olsa məlumat verir. Bizdən true istəyir, false istəyir. False-un cavabları hansılardır? İnkarlar və deməli, ifrat sözləri. Yəni, ifrat dərəcədə all, eyni, hamı, ən çox, yəni, miqdar bildirənlərin ən çoxu, ondan sonra inkarlıq bildirənlər false-un cavabları. Deməli, there is no salt water in the ocean. Səhvdir, çünki duzlu sudur o. Deyir ki, okeanda duzlu su yoxdur. Əslində, salt water olmalıdır, salt water yazıblar, eyb yoxdur. Deməli, B variantıdır 4-də birincisi. İkincisinə baxırıq, the largest ocean is the Pacific Ocean. Deməli, biz onu dinləməsək belə bilirik ki, dünyanın ən geniş, ən böyük okeanı Sakit okeandır. Bəli, bu düzdür. All people enjoy swimming. Bütün ümumiyyətlə dünyadakı hamı deməli üzməkdən zövq alır. Not all people. Burada deyə bilər ki, many people or some people ən yaxşı odur. Çünki hamının üzməyi xoşlamalıdır deyilən bir şey yoxdur. Ona görə bu səhvdir. Gördüyünüz kimi all yenə true'nun cavabı oldu. B variantıdır. The ocean is beautiful. We must keep it clean. Gözəldir. Biz bunu təmiz saxlamalıyıq. Düzdür, orada da deyilir. Ona görə deməli 4-də olur B, A, B, A. Keçirik birinci suala. Why must people keep the ocean clean? Nə üçün təmiz saxlamalıdır okean insanlar? Because ships cannot move in dirty water. Çirkli suda hərəkət edə bilmir. Gəmi buzu da qırıb hərəkət edir. Nəinki çirkli su, səhvdir. To make beaches more beautiful. Çimərlikləri daha gözəl etmək üçün təmiz saxlamalıyıq. Saxlayırıq bunu. So that animals can live safely. Beləliklə, heyvanlar deməli, güvənli yaşaya bilərlər. To keep oceans larger. Okeanları daha geniş saxlamaq üçün səhvdir. Not to affect the weather, havaya təsir etməmək üçün səhvdir. Yəni, okeanı qoruruq, havaya təsir etməyib. Bu səhv cavabdır. Deməli, burada B ilə C-nin arasında qalırıq, amma əslində cavab C-dir. Like B, deməli, 1-də yazırıq B və C. Əslində cavab C-də olmalı. Sonra baxırıq. What is the passage mainly about? Dedik 2-7. 2-Y. 3-ə baxırıq. Why are oceans important for people? Nə üçün insanlar üçün vacibdir? Because they provide food and help ships travel. Bunu saxlayırıq. Because
Burada da söz səhv yazılıbdır. Amma indi baxaq ki, deyək ki, orfoqrafik səhvdir. Because they are good places for living. Yaşamaq üçün yaxşı yerdir. Okeanda yaşamaq, hamı okeanda yaşamır ki. Because animals only varsa deməli o səhvdir. Animals only live in the ocean. Okeanda yaşayır deyir heyvanlar sadəcə. Olmaz. Because they produce fresh water. Okean fresh water produce edəmir. Because oceans don't affect the weather. Okeanlar havaya təsir edir. Yəni havanın bulutlu, yağışlı və s. olmasına qabarmalar təsir edir. Ona görə də Y variantı səhvdir. A variantı 3-də doğru cavabdır. A variantı. Deməli bizim, baxın, dinləməmişdən əvvəl 1-də, 2-də, 3-də, 4-də cavabların nə olacağını təxmin edik. İndi isə gəlin biz dinləməyə qulaq asaq. Dinləməyə baxaq, bizim dinləməni qoşurum sizin üçün. Baxaq görək bizim dinləməmiz. The ocean covers most of the Earth's surface. It is full of salt water and is home to many plants and animals. The different kind of fish, big whales, dolphins, and sea turtles all live in the ocean. The ocean is very deep in some places and very shallow in others. The water is usually warm near the equator and cold near the poles. There are 5 main oceans in the world. The Pacific Ocean is the largest one. Oceans are important for people, too. They give us food, help ships travel, and affect the weather. Many people enjoy visiting the beach to swim or play in the sand. The ocean is beautiful, but we must keep it clean so sea animals can stay safe. C variantı da gördüğünüz kimi C animals dedi. Yəni burada da ümumiyyətlə heyvanlar yazıblar. Yəni cavab özünü doğrultmur, amma yazırıq. Cavabı doğru yazmaq üçün lazım idi bizə C animals can live safely or so that the animals deməli living in the ocean bu şəkildə versəydik, bəli, doğru ola bilərdi. Amma bu şəkildə tam istədiyimiz deməli mənanı vermir, amma yenə də orada ona yaxın bir şey deyir deyə bunu götürürük. 2-yə baxırıq. 2-də isə cavabı Y götürmüşük. The ocean and its importance. Okean və onun əhəmiyyəti Y variantıdır. 3-ə baxırıq. A variantı doğru cavabdır. Özünüz də eşitdiniz. 4-də isə B, A cavab doğrudur. Deməli, qısa tekst mətnləri oxuyun və suallara cavab verin. Sharif loves visiting museums in different cities. He enjoys learning about history and old objects. Last month, he went to the National Museum with his mother. Şərif deməli, müxtəlif şəhərlərdə muzeylərə baş çəkməyə xoşlayır. O, tarix və qədim obyektləri öyrənməkdən zövq alır. Keçən ay o, deməli, anası ilə birlikdə Milli Muzeyə gedib. Bu da bizdən nə istəyir? Biz pasajdan nə anladıq? Nə anladıq ümumiyyətlə? Bayaqdan tərcümə elədim ki, müxtəlif şəhərlərdə muzeylərə getməyə xoşlayır. Filan kəs tarix və qədim obyektlər haqqında öyrənməkdən zövq alır. Keçən həftə anası ilə hara getmişdi? Milli Muzeyə getmişdi. Nə başa düşürük? He dislikes traveling. Səyahətə nifrət edir. Xoşlanmır. Düz deyil. He doesn't like history. Necə doesn't like deyir? Enjoys learning about history. He is interested in museums. Muzeylərə marağı var. Çünki tarixi və obyektləri, yəni qədim obyektləri xoşlayır. Ona görə də bu doğru cavabdır. He works as a tour guide. O, tur bələdçisimiz işləyir. Heç o barədə məlumat verməyib. He studies ancient languages. O, qədim dilləri öyrənir. Language sözündən məlumat yoxdur. Deməli, cavabımız bizim nədir? 5-də C variantıdır. 6-ya baxırıq. Səma bought a new jacket yesterday. Yeni bir pencək alıb dünən. It was cheaper than she expected. O gözlədiyindən ucuz idi. She plans to wear it to the school trip next week. Gələn həftə deməli məktəb turu üçün, yəni məktəb səyahəti üçün geyinməyi planlaşdırır. Correct statement, yəni doğru
halı deməli tapmalıyıq pasaja görə. She didn't like her jacket. O barədə heç nə yazmayıb. Yeni ceket alıb yazır. The jacket was very expensive, not very expensive, vice versa. It's cheaper than she expected. O gözlədiyindən əksinə ucuzdur. Ona görə səhvdir bu. Cost less than she thought. Düşündüyündən ucuz idi, düzdür. 6C variantıdır. Sema lost her jacket at school. O barədə heç nə yazmayıb. Yəni itirib deyir ceketini, pencəyini. The jacket was a gift from her friend, not from her friend. She bought it herself. Yəni onun rəfiqəsindən deyil, özü alıb. Ona görə də cavab Y-də deyil. Cavabımız C variantıdır. 7-yə baxırıq. What is the purpose of the text? Textin məqsədi nədir? Məqsəd nədir? The weather was cold and windy this morning. Bu həftə hava çox soyuq və küləkli idi. This morning, bu sabah. Many people wore warm coats and scarves. The streets were almost empty. Küçələr, yəni təxminən, həmən boş idi. Çoxlu insanlar nə geyinmişdi? İsti paltolar və şarflar geyinmişdi. Hava soyuq və küləkli idi. Hava soyuq və küləkli idi, insanlar qalın geyinmişdi, küçələr boş idi. Burada söhbət nədən gedir? Əslində bir situasiyadır ki, orada havanı təsvir edir. To describe how people dressed for a party, şənlik üçün necə geyindiyini təsvir edir insanların. To warn people about traffic barəsində, nəqliyyat barəsində məlumat verir. Yəni, nə edir? Xəbərdarlıq edir. To describe the weather, C variantı doğrudur. To invite people outside, insanlar çölə çağırır. To tell a story about shopping, bazarlıq haqqında hikayə danışır. O deyil. Deməli, 7-də C variantıdır. Baxırıq. Read the passage and answer the questions. 8 to 12. What is the passage mainly about? Hikayenin nə haqqında, yəni pasajın nə haqqında olmanı bilmək istəyirsinizsə, ikinci nə cümləyə baxırsınız. İki cümləyə o tərəfə keçmək olmaz. Çünki o tərəfdə artıq fikirlərinizi qarışdıran nəsə ola bilər. Pasaj iki cümlədə olur, ilk iki cümlədə, bir də son cümlədə. Son cümlə buradan bura kimidir. Bu da konstruksiyanın strukturundan asılı olaraq dəyişir. Ona görə diqqətli olmaq lazımdır. Əsas ortaq məxrəcə gəlirik. Necə? İlk iki cümlə, son bir cümlədə. Deməli, pasaj nədən ibarətdir? How to play computer games safely. Baxırıq. Watching TV or playing computer games won't make you fit, but playing sports will. Batdan sonra nə gəlirsə də odur. You can join, ümumiyyətlə, əvvəldə iki cümlədə, yəni ziddiyyət bildirən bağlayıcılar. But'dır, however'dir, ondan sonra although, bunlar varsa da bilin ki, ondan sonra gələndir cavab. Ona görə cavabı onun üstündə qurmalıyıq. Amma belə yenə də baxaq. You can join a club or play with your friends in the park. Kluba qoşula bilərsən və parkda dostlarla oynaya bilərsən fit olmaqdan ötürü. Çünki televizora baxmaq və kompüter oyunları oynamaq səni fit eləmir. Pasaj nə haqqındadır? Kompüter oyunlarını necə deməli güvənli oynamaq lazımdır. Səhvdir. Joining sports clubs sadəcə ondan demir ki, deyir ki, dostunla da oynaya bilərsən, səhvdir. Benefits of drinking fizzy drinks. Fizzy drinks'dən söhbət getmədi heç. You need calcium to help your bones grow and keep your teeth strong. Əvvəldə də fizzydən ümumiyyətlə danışmadı, səhvdir. How to stay healthy, D variantı doğrudur. How to make friends at a sports club. İdman klubunda necə dost tapmaq lazımdır, səhvdir. Deməli, 8-ci cavabımız D variantıdır. 9-a baxırıq. Which activity increases your strength and energy? Strength and enerjini gedirik orada tapırıq. Hansı activity sənin gücünü və enerjini artırır? Əvvəlcə cavablara baxaq, sonra keçək. Playing video games, video oyunlar oynamaq. Eating chocolate. Drinking fizzy drinks. Exercising regularly. Watching TV match. Deməli, video oyunlar oynamaq, çoxlu şokolad yemək, deməli, qazlı içəcəklər içmək, müntəzəm şəkildə idman eləmək, televizora baxmaq. Deməli, cavabımız 9-da. D variantı bizim fikrimizcədir. Gedək indi orada yuxarıda baxaq. Nə bizi güclü və energetik, yəni enerjili eləyir?
Stronger, more energy, regular exercise. Deməli, cavabımız nədir? Exercising reguları D variantı doğrudur. Complete the sentence according to the passage. Pasaja göre deyir, tamamlayın. Eating too much sweet and salty things is useful, not useful. It's harmful. Çoxlu şeker ve tuzlu neylerse yemek, şekerli ve şirin ve tuzlu neylerse yemek ziyanlıdır. Is important for energy. Enerji üçün nədir? Vacibdir. Əksinə, yorğun hiss elətdirir. Is necessary for growth. Büyüme üçün əhəmiyyətlidir. Makes us powerful, makes us feel exhausted. Bizi güclü eləyir. Əksinə, necessary for growth, büyümək üçün əhəmiyyətlidir. Makes you feel exhausted. Bizi nə edir? Yorğun. Exhausted bərabərdir. Very tired deməkdir. Və yaxud very tired, eləcə tired yazısını götürmək olar. İndi gəlib baxaq. Harda nə deyir? Çoxlu yemək nə edir? Gəlin baxaq. Sweets, chocolate and crepes are fun to eat sometimes. Bəzən əyləncəlidir. But it is not good to eat them every day. Gündəlik yemək yaxşı deyil. They contain too much sugar, fat, salt and make you feel tired. Deməli, səni nə edir? Yorğun hiss elətdirir. Ona görə də cavabımız Y variantıdır. Bizdən səhv istəyir. Səhv istəyirsə, nə edirik? Səhv fikri, səhv ifadəni seçməliyik. Spending too much time on screens won't keep you healthy. Yəni, ekranın qarşısında çoxlu vaxt keçirmək səni sağlam etmir, düzdür. Eating sweets, chocolate, crepes every single day isn't healthy. Şirin, şokolad və xırçıldayan o çips və s. yemək hər bir gün sağlam deyil, düzdür. If you don't join team sports, you won't be healthy. Sən komanda idmanına qoşulmasan sağlam olmayacaqsan. Bu səhvdir. Komanda idmanına qoşulmayan sağlam olmur. Tək deyirlər idman. Ona görə istənilən cavab budur. Eating much sugar can harm your teeth. Çoxlu şeker yemək dişinə zərər verər ki, hamı bunu bilir. Ona görə də cavab burada bu. Düzdür. Yəni bizdən səhv istəyir. If you don't like playing in teams, you should choose other activities like swimming and skating. Əgər sən komanda şəklində oynamaq istəmirsənsə, yəni idman eləmək istəmirsənsə, nə edə bilərsən? Üzmə və skating kimi fəaliyyətləri seçə bilərsən. Ona görə də cavab C variantıdır, çünki bizdən səhv istəyir. Səhv isə odur ki, əgər komanda ilə heç nə edə bilmirsənsə, sağlam olmayacaqsan, C variantıdır, səhv cavab istəyir bizdən. Baxırıq 12-yə, 12-də də yenə false istəyir. You should eat crepes with every meal. Hər bir yeməklə o çipsləri yeməlisən. Milk supports dental and bone health. Süd, diş və sümük sağlamlığını təmin edir. Düzdür, heç ora baxmasaq bilirik. Yəni düzdür, amma bizdən false istəyir. Deməli, false'un bir cavabı 1-dir. Consuming too much sugar is harmful for your teeth. Düzdür, dişimiz üçün çoxlu şeker ziyandır. False'un biri yok, düzdür bu. Düzdür de ziyandır bize. Eating a lot of sugar is necessary for growth. Bizim büyümemiz için vaciptir çoxlu şeker yeyək, səhvdir bu cavab. 1 ilə 4 səhv. Deməli, gəlin reading ilə listening ikisini bir yerdə baxaq. Deməli, listeningdə 1C, 2Y, 3A, 4-də isə B, A, B, A. Sonra 5'te short passage'di. 5S, 6S, 7S. Reading'de okuda 8D demir, 9D, 10Y, 11S, 12, 1, 4. Kendi gramatik sorulara baxaq. There are 3 girls standing at the door. Hair is blonde, are very pretty. Deməli, 3 dənə qızdır.
qapının ağzında dayanıb. Dayanan üç kız var. Üç kız ne diyeceği? Their hair. Bu ise doğrudur. Zemin cümlenin əvvəlində birincisi işlənməz. İkincisi də özündən sonra isim gəlməz. Zey mübtədadır. Mübtədadan sonra isim gəlməz. Her təkcə deyil ki, burada 3 dənə qızdan söhbət gedir, səhvdir. She mübtədadır, özündən sonra isim gəlməz. Həm də heç bunlara uyğun deyil. İkinci tərəfə baxırıq. Are very pretty. They plus isim olmalıdır. Them mübtədanın yerində işlənməz. Obyektin yerində işlənəcək. Bir də sözündən sonra işlənəcək. They mübtədanın yeridir, amma birinci tərəfi atmışıq. Hers eyni şəkildə, yəni hamısını atırıq, qalır A variantı. There are three girls olacaq. Deməli, 3 dənə qız var. Onların saçı açıq rəngdədir və onlar çox gözəldir. Deməli, cavabımız nədir? A variantı. 13. 14 değil, I'm so lonely. There isn't to call. İnkar bir cümlədə iki inkarlı olmaz. İnkar cümləsində some və törəmələr istifadə olunmaz. Qaldı cavabımız D variantı 14'də. My cousin likes to meet new people and make friends. He is friendly. O çox mehribandır. Mehribandır. Bax, friend sözündən əvvəl nə verməliyik? Muchdan sayıla bilməyən işlənir. A little'dan sayıla bilməyən işlənir. Only a few olardı. Çünki only a few plus cəm isim. Only a little plus sayılmayan isim. Yəni uncountable nouns. Və bunların hər ikisini əvəz eləyən only some'dır. Həm cəm isimlə countable pluralsından işlənir, həm də uncountable nounsdan işlənir. Bu qaydada, yəni bilməlisiniz ki, only a few olmalıdır. Only few deyilən bir şey yoxdur və digər təyin edicilər də işləmir ona. Deməli, muchdan sayıla bilməyən isim olmaz. Only a few olmalıydı. Lots of doğrudur. A lot of doğrudur. A little'dan da sayıla bilməyən isim istifadə olunur. 3 ilə 4 doğrudur. 3 ilə 4 də C variantıdır. Şərif is trying to learn German. Dil olaraq ya language sözü olmalıdır ki, Z artiklı verək. Language sözü yoxdursa, Z-siz işlənir. Bura boşdur. A-nı atırıq, D-ni atırıq, Y-ni atırıq. İkinci tərəfə baxırıq. Deyir ki, Almanya'ya getmək istəyir. Almanya'ya getmək istəyirsə də dövlət adıdır. Ölkə adıdır. Ona görə ikinci tərəfdə artiklsız olacaq. Ona görə cavabımız B variantıdır. Deyir ki, Alman dilini öyrənmək istəyir. Çünki Almanya'ya gedəcək gələn il. Next, last, plus zaman bildirən söz gəlirsə qarşısında artiklsız olur. Bu baxımdan burada da artikl olmayacaq. Cavabımız B variantıdır. 16, B. 17'ye baxırıq. Is clear that. Görürsünüz, hamısından sonra xəbər gəlib. Bircə dənə bunda isim gəlib. Deməli, burada is isə it verəcəyik. Çünki is zaten var. Bu nədir? Bərabərdir it, is. Niyə it, is qoyaq ki? Ona görə də itsləri atırıq. Eləcə its isə, əgər əvvəlcədən biz yərik halda bir nəsə danışaq ki, sonra bunu biz istinad eləyək. Ona görə it's olmur. Qalırıq it, bir də bu itin arasında, beynin yerin arasında. Loves var burada, xoşlayır. Sunbathing with its eyes closed. Deyir ki, it is clear that. Bu aydındır ki, o günəş vannasını gözləri yumulu eləməyə xoşlayır. Burada da mübtəd olacaq. Ona görə də ikinci hissədə də itdir. Üçüncü hissədə isə eyes var deyə it's olacaq. Ona görə cavabımız Y variantıdır. 17 Y. Deməli, it plus xəbər olur. It's plus ya isim olur, ya da əvvəlcədən isim xatırladılır, ondan sonra verilir. Chairs cəmdədir, chairs cəmdədir. Deməli, over there varsa those that olur. Çünki over there var. Over here varsa near me, this, these olur. Chairs sözü təkdə cəmdədir. Zəti çıxırıq, zəti çıxırıq. Chairs sözü ikinci tərəfdə də cəmdədir. Ona görə də digərini çıxırıq. Hansı cavab qaldı? These, those. Y variantı. 18 Y.
17'də nə dedik? 17 Y variantı. Gəlirik 19-a. Bike isn't ready for the race. Needs mending. Needs mending'in bir başka forması da var. Needs əslində burada məchulluq var. Mübtədədən sonra isim gəlməz, ona görə A variantı səhvdir. There'dən sonra isim gəlməz, ona görə səhvdir. B variantı. There'dən sonra isim gəlməz, səhvdir. There'dən sonra isim gəlməz, səhvdir. D variantı doğru cavabdır. My bike isn't ready for the race. Yarış üçün lazım deyil. It needs mending. Onun təmir edilməyə ehtiyacı var. Cavabımız D variantıdır. 19D. Your neighbor is responsible for this bad behavior. Bu pis hərəkətdən sənin qonşun sorumludur. Yəni sənin qonşun məsuliyyət daşıyır. Qonşunun qadın və yaxud kişi olduğunu bilmirik. Ona görə də 1 ilə 2 doğru cavabdır. Burada da söhbət səndən getmir. 4 ilə 3-dən çıxırıq. Qalır 1 ilə 2. 1 ilə 2 də Y variantıdır. Deməli, qrup şəklində olan coğrafi bölgələr cəmdə olur. Cəm ölkələr, cəm deməli, dövlətlər, cəm dağlar, cəm adalar hamısı Z artiklı ilə olur. Burada olacaq Z. İkinci tərəfə olur Z. Over the world deyəcəyik. Baxın, bu Fido var. Fido. Fido. Nə deməkdir? Fido. Fidodan sonra, yəni for, in, during, over. Bunlardan sonra Z gəlir. 99%. For, in, during, over. Bunlardan sonra Z gəlir. Deməli, olacaq Z artiklı ikinci tərəfdə. Over the world, all over the world. Ümumiyyətlə, dünya sözü də bilirsiniz ki, Z artiklı ilə olur. Dağ, sıra dağlar Z artiklı ilə olur. Deməli, sonuncu və ondan əvvəlki Z artiklı olacaq. Gördüyünüz kimi bunları çıxırıq. Qaldıq bu ikisinin arasında. Zirvə olduğu üçün, tək dağ olduğu üçün biz bunu deyirik, artiklsız veririk, cavab variantı. Deməli, 21A. 22'ye baxırıq. Dediyim o 1, 2, 3, 4'ü nəzərdə saxlayın. Few ilə cəm isim istifadə olunur. S apostrof olacaqdır. Many ilə cəm istifadə olunur. Deyir ki, many teachers lessons oldu. These countries apostrofis olacaq. Çünki this gəlir. Səhvdir. That managers apostrofis olacaqdır. Zətlə tək isim işlənir. A lot of doctors S apostrof olacaqdır. Çünki a lot of-la cəm isim işlənir əgər isim sayılırsa. Ona görə də Y də səhvdir. Doğru cavabımız B variantıdır. 22B. 23'e baxırıq. The teacher gave us interesting book about life of Shakespeare. Deməli, əgər isimdən əvvəl təsvir edən təyin gəlirsə, orada EN artiklı veririk. Və ikinci hissədə nə olmalıdır? N artiklı olmalıdır. E artiklı vermə bilməliyik. Çünki interesting-lə başlayır, site-lə başlayır. Book sayıldığı üçün artiklsı da verəmərik. Ona görə də bunu da çıxırıq. Yenə də E artiklını çıxırıq. Çünki E interesting demir, yəni interesting deyirik. Biz ona görə bütün hamısını çıxandan sonra qalır elə C variantı. 23C. Deməli, the teacher gave us an interesting book about the life of Shakespeare. Of yeri kaldı. Z of Z olur əslində. Amma burada Shakespeare xüsusi isimdir deyə burada artıq Z-ni istifadə eləməliyik. Amma 95% əgər yerli kal olursa, biz nə veririk? Z artiklı. Ümumiyyətlə, isimdən sonra söz önlü birləşmə, feil sifət 1, feil sifət 2 birləşməsi gəlirsə, cümlə gəlirsə, həmin ismə Z artiklı verir. Bu cümləmi analiz edib özünüz bilərsiniz ki, nə demək olduğunu görərsiniz özünüz. I didn't eat inkar cümləsidir. İnkardan bir cümlədə 2 inkarlıq olmaz. Heç kimi yemədim olmaz. Heç nəyi, heç kimi naharda. İnkardan sonra something olmaz. Anything olur. A variantıdır. 24A. 25'e baxırıq. Students xitabdır.
Students, xitabdır. Why don't you expect my roommate to solve all the tasks? Nə üçün deyir siz gözləmədiniz ki, mənim otaq yoldaşım bütün tapşırıqların hamısını özü etsin? Roommate bilmirik, kişidir, qadındır. Ona görə də himself, herself burada olmalıdır. Deməli, cavabımız 3 ilə 4-dür. Students sözü cəmdədir. Yourself olmaz. Themselves isə tasks themselves özlərini. Başqa nəyi çözəcəkdir ki, güya? 3 ilə 4 doğru cavabdır. Deməli, 25-ci cavab 3 ilə 4-dür. İndi gəlirik bizim hekayəmizə. Bu hekayəni nə edirik əvvəlcə? Hekayəni əvvəlcə sıralayırıq. Necə sıralayırıq? Deməli, hekayədə əvvəlcə diqqət yetirməliyik sıraya. Sıraya diqqət yetiririk. Baxın, hekayədə nə görürsünüz? Hekayədə görürsünüz ki, bir dənə qızdır. Neyinir? Məktub yazır. Digərinə məktubu göndərir. Digərində isə neyinir? Məktubu kimsə alır. Yəni, görürsünüz, iki qız eyni qız deyil. Biri başqasıdır. Deməli, başqası sizə bunun nəyi ola bilər? Bunun rəfiqəsi ola bilər. Əmisi qız ola bilər. Dayısı qız ola bilər və s. Nə istəyirsiniz yaza bilərsiniz. Qız neyinir? Məktub yazır. Bir gün deməli, Səma və yaxud Alis məktub Alis rəfiqəsinə məktub yazmaq qərarına gəlir. Sonra o məktubu yazır. Deməli, məktubu yazıb zərfə qoyur. Sonra isə yazıb zərfə qoydu yazaq. Zərfə qoydu. Sonra nə edir zərfə qoyandan sonra? Küçəyə çıxıb məktubu poçt qutusuna saldı. Sonra o küçəyə çıxıb məktubu poçt qutusuna saldı. İndi düşün, burada hərəkətin ardıcılığı əsasən önəm daşıyır. Yəni, one day, ondan sonra nə gəlir? Then, sonra yazdıq. Bundan sonra yaza bilərik, bundan sonra. İstəsəz, məsəl üçün, bundan sonra da yaza bilərik. Bir neçə gün sonra da yaza bilərik. Yazaq ki, məsələn, bir neçə gün sonra. Burada nə deməkdir? Burada sequencing events, hadisələrin ardıcıllığını deməkdir. Bundan bir neçə gün sonra o neynədir? Paçtalyon, sonra paçtalyon neynədi? Məktubu dostuna çatdırdı. Çatdırdı. Aha. İndi bundan sonra nə yazacağıq? Ona diqqətlə baxın. Deməli, biz deməli, bundan sonra dedik. Bundan sonra dediksə, yekun olaraq bir ifadə istifadə etməliyik. Nəticədə, ondan sonra after that, bundan sonra
Sonra isə ən sonda və s. bu cür ifadələrdən istifadə etməliyik. Görək indi burada hansı uyğun gəlir. Bundan bir neçə gün sonra Paştalyan onun məktubunu dostuna çatdırdı. Dostu məktubu, deməli, məktubu alanda nə edir? Çox sevindi. Mənim burada qurduğum cümlələr çox sadə cümlələrdir və 9-cu sinif üçün uyğun gələn cümlələrdir. Bu cür cümlələri sadəcə yazırsınız, sonra isə nə edirsiniz? Həmin cümlələri ingilis dilinə tərcümə edirsiniz. İngilis dilinə tərcümə etməkdən ötürü nə etmək lazımdır? Zaman ifadələrini kənarlaşdırırıq və cümlənin sintaktik təhlil edirik Azərbaycan dilində. Sonra isə mənim göstəriş verdiyim qaydada ingilis dilinə tərcümə edirik ki, bu da mənim kitabımda da yazılıb, özüm də izah eləmişəm neçə videoda. Deməli, başlayırıq. Alice rəfiqəsinə məktub yazmaq qərarına gəlir. Qərar vermək nədir? Make a decision. 3 dənə sözdür. Amma decided bir dənə sözdür. Ona görə yazırıq ki, one day Alice made a decision that make a decision to write. Birisi ki make'den sonra cansız gelirse to olur. To write a letter to her friend. Aha, bir gün neynədir? Dostuma məktub yazmaq qərarına gəldi. Deməli, məktub yazmaq qərarına gəldi. Sonraki cümləni də mən burada ümumiyyətlə danışarkən siz nə edirsiniz? Mütləq mənlə bərabər, yəni videonu dayandırıb özünüz yazırsınız. O hansı ki, kim ki getməyibdir ümumiyyətlə. Deməli, sınağa yazırsınız. Sonra isə mən yazdığıma baxıb düzün səhvini yoxlayırsınız. Sonra nə edirik? Deməli, o məktubu yazıb zərfə qoydu. She after yazaq gəlin. Sonra then yazaq burada. Deməli, nə oldu? Deməli, o məktubu yazıb zərfə qoydu. O məktubu yazdı. Yazaq. Yazdı. Sonra zərfə qoydu yazaq. Sonra yazaq burada. Bundan sonra. Sonra yazaq bundan bir neçə gün sonra. Yəni, bir-birinin ardınca gələn hadisələrdir. Deməli, after və yaxud ilə yazmayaq. Zenlə yazaq, sonra after da yazaq. She wrote a letter, virgül, then put it, birisi ki put amor fiildir, hər zamanda eynidir. Put it in the envelope. Nöqtə. Yəni, neynədir? Yazdı məktubu, sonra isə neynədir? Qoydu zərfin içinə. Zərfi qoydu. Bundan sonra after that o küçəyə çıxıb məktubu poçt qutusuna saldı. Deməli, she deməli çıxdı. Went out the street and deməli nəyi qoydu? Put the letter in the post office, sorry. Put the letter nə deyək indi? The post box deyək də.
The post box. Sonra ne geldi? After a few days later, bir neçə gün keçdikdən sonra və yaxud after a few days belə də deyə bilərik. Amma ən yaxşısı a few days later'dır. A few days later, the postman deyək də, postman deməli gave the letter to her friend. Sonra gəldi. Məktubunu dostuna çatdırdı. Dostu məktubu alanda çox sevindi. Her friend was very happy when she got the letter from her friend. Veya from her yazılır, ondan alındı. Bu şəkildə. İndi gəlin görək neçə dənə bizim from her. Neçə dənə sözümüz var? 1, 2, 3, 4, 5 artikelda sözdür. 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 neysə. Görürsünüz 35 hətta bir neçə istəyirsiniz söz var. Nə etmək lazımdır? Əvvəlcə Azərbaycan dilində yazmaq lazım. Azərbaycan dilində yazsanız, onu ingiliscə tərcümə etmək üçün nə edirsiniz? Öncə deməli dediyim qaydaları tətbiq edirsiniz, tərcümə qaydalarını. Və əsas nəzərdə saxladığınız nə olacaq? Sequence the tense, sequence the event. Yəni hadisənin uzlaşması, ardıcıllığı, bir də zamanın ardıcıllığına diqqət yetirmək lazımdır. Bu şəkildə indi isə növbəti izahım 10-cu sinifin testinin izahıdır. Sağ olun, salamat qalın.